Məsələ 4. A bərabərdir. Kök altda 2025. Üstə gəl kök altda 25. Üstə gəl kök altda 2025 plus vesairə ədədinin tam hissəsini tapın. Deməli, A bizdə bərabərdir. Kök altda 2025. Üstə gəl kök altda 2025. Üstə gəl kök altda 2025. Belə bir ifadədir. Plus vesairə. Göründüyü kimi bu bərabərlikdə bu hissədə A-ya bərabərdir. A-ya bərabərdir. Onda buradan çıxır ki, A bərabər olur. Kök altda 2025 üstə gəl A-ya. Və bu da belə bir bərabərlik aldım. Bu da irrasional tənlikdir. Hər iki tərəfi kvadrata yüksəldirəm. Bərabərdir 2025 üstə gəl A. Buradan da çıxır ki, A kvadratı minus A minus 2025 bərabərdir sıfıra. Çevrilmiş kvadrat tənlik. A 1, 2 bərabərdir. 2-də mənfi 1 plus minus 1 plus minus 1'in kvadratı 1. Bu da 4 vur 2 8100. Aldıq bərabərdir. 1 plus minus kök altda 8101. Bölünsün 2. Bu təqribən verəcək bu bizə 1 plus minus 90 tam mində 6. Bölək ki, ədəd də müsbət olduğundan biz A-nın müsbət ifadəsini götürürük. 1 plus 90 tam mində 6 bölək 2. Buradan da çıxdı ki, A bərabərdir. 2-də 91 tam mində 6. Ədədin tam hissəsi verilən ədəddən böyük olmayan ən böyük tam ədədə ədədin tam hissəsi deyilir. Bu ədədin tam hissəsi onda olacaq. Tam hissə A bərabər 91'i 2'ye böləndə burada tam hissə 45'e bərabər olacaq. Beləliklə tam hissə 45'e bərabər.